Salam, hər birinizi xoş gördük. Mən coğrafiya müəllimi Elnur müəllim. Bildiyiniz kimi qəbul artıq sayılı günlər qalıb. Qəbul proqramında keçən illərdə, yəni 2018-ci ildə yer almış bir sual nümunəsi ilə bu qısa videorolikdə tanış olacaq. Sual nümunəsində e, bizə bildirilir ki, xəritə sistemində verilən rəqəmlərə əsasən Passat küləklərinin təsirinə məruz qalan məntəqələri müəyyən edin. Hər birinizin də bildiyi kimi, Passat küləkləri 23.5 dərəcəli şimal paraleli və 23.5 dərəcəli cənub paraleli ilə 0 dərəcəli ən uzun paralelimiz olan ekvatora doğru əsirlər və bu küləklər başqa adla səsləndirsək, tropikdən qütblərə doğru əsən küləklərdir. Gəlin indi onların əsmə istiqamətini birlikdə qeyd edək. Bildiyiniz kimi şimal yarımkürəsində şimal-şərqdən, cənub yarımkürəsində isə cənub-şərqdən şimal-şərqə doğru əsən küləklərimizdir. Və beləliklə biz bura diqqət yetirsək, görərik ki, bu küləklərin əsmə istiqamətləri gördüyümüz bu çərçivə daxilindədir. Yəni 23.5 şimal tropiki ilə 23.5 cənub tropiki arasında yerləşən məntəqələri Passat küləklərinin təsirinə məruz qalan məntəqələr kimi götürə bilərik. Beləliklə cavabımız 3, 4 və 6 olaraq qeyd etməliyik. Beləliklə sualımızın doğru cavabı 3, 4 və 6.